Salam, hər vaxtınız xeyirli olsun. Hörmətli izləyicilərimiz, bugün sizə 3 mərtəbədən ibarət 5 otaqlı həyət evi çəkib təqdim edirəm. Çəkişə başladıq evimizin 3-cü mərtəbəsindən. 3-cü mərtəbəyə qalxan pilləkəndən qalxanda sağ tərəfdə birinci otağımızdır. Ətraf tam yaşayışdır. Yerləşmə yeri Xırdalan şəhərində 7 nömrəli məhəllədən yuxarı quru bir ərazidir. Evimizin burada ikinci otağıdır. İkinci otaqdan eyvana çıxış. 3 otaq 3-cü mərtəbədə, 2 otaqdakı 2-ci mərtəbədə. Evin 3 dənə hamamla ayağı olsa, 2 dənə də ki, iri mətbəxi var. Bu da ki 3-cü otaq. Evimizin burada hamamla ayağı olsun, 3-cü mərtəbə olan. Düşək indi 2-ci mərtəbəyə. Bu da ki 2-ci mərtəbəmiz. Burada da iri bir mətbəx. Mətbəxin pəncərəsi çölə baxır. Tam təminlidir, kombi sistemi çəkilir. Qiymət 135.000 manatdır. Burada bir otaq və bu da sonuncu 5-ci otaq. Qaldı indi 1-ci mərtəbəmiz. Burada da yenə hamamla ayağı yolsu. Düşək 1-ci mərtəbəyə. Evimizin 1-ci mərtəbəsi. İri bir mətbəx sücadır. Həqiqətən iri bir mətbəx sücadır. Yəni almağa dəyər. Burada pilləkənin altında kladovka. Bütün 1-ci mərtəbə hamısı boydan boya istipoldur. Bu da onun qaraj hissəsidir. Burada istipoldur. Kim istəyər maşını bayırda saxlaya, burada istifadə eləyər. Yəni ki, burada istipoldur. Və 3-cü hamamla ayağı yolsudur burada. Sənət kulçadır. Bir daha qeyd edirəm, qiymət 135.000 manatdır. Çıxaq sizə çöldən də göstərim evin fasadını. Bu da evimizin üz görünüşüdür. Düz dayanacağına evə qədər asfalt küçədir. Kim alsa Allah xeyir versin.